Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Yaxşı olun. Bugün baxaq görək dostlar, yaxın zamanda sizləri nələr gözləyir, bir ona baxaq. 1 və 2 variant, 1 və 2. Görək yaxın zamanda sizləri nələr gözləyir, 1 və 2 variant. Birinci variantı niyyət eləyənlər. Bir çox uzun ayrılıqlar görürəm, küsüllüklər görürəm, ağlınızdakı insanı düşüncələrlə görürəm və biraz gərginlik, ayrılıqlar, gözyaşları. Amma bilin ki, ağlınızdakı insan ilk növbədə düşüncəsində yalnız siz bunu biləsiniz. Hal-hazırda açıqlik durumundasınız, bir gözləmə var, bir yol gözləyirsiniz, bir xəbər mi gözləyirsiniz, yolunuzun nə vaxt açılacağını, kömək mi gələcək, nəsə bir möcüzə gözləyirsiniz həyatınızda. Bir çoxlarınız da duadadır, dua edirsiniz ki, işlərim düzəlsin və yaxud da problemlərim ortadan götürülsün, belə bir şeydir. Bəli, ağlınızdakı insandan görüşünüz var, yəni görüşəcəksiniz, sevinəcəksiniz, böyük sevinc yaşayacaqsınız yaxın zamanda. Yəni boşuna o qədər üzülməyin, çoxlarınızda dönüş var. Hal-hazırda rahatsız olanlarınızı görürəm, kürək ağrıları, qol ağrıları, sinir ağrıları və beldə olan problemlər görürəm ki, ayaqlarınızı bir çox da var, vurur. Çoxlarınızda isə üçlü ilişkidir. Bəli, bu insan sizə doğrudan da ağlınızdakı insan bəzilərinizdə olan ki, sizə doğrudan da ciddi yanaşıb və hər zaman da sizi düşünür. Sadəcə bir-iki problemlərə görə sizin hələ ki, yəni bir çox davalara görə hələ ki, ortanızda olan problemlər dayanıb, yəni ayrılıqlar başlayıb. Üçlü ilişkili görürəm, bir çoxuzda üçlü ilişkilər var, mərdimazarlıq olub və bu yaxınlarda nəsə bir iş gördürmüsünüz, nə eləmişsiniz, o işdən boşluq almışsınız, biləsiniz. Və hal-hazırda hər şeydən öncə, işinizdən, gücünüzdən də, hər şeydən də öncə bu dəqiqə gözlədiyiniz bir məsələ var. O məsələ ki, ağlınızdakı insan geri dönsün və yaxud da kiminiz gözlədiyi pul, para var, onu gözləyir ki, alsın, gecikdirir, sabah deyə bugün sabah eləyir. O üçün çox narahatçılıq çəkirsiniz. Bəzilərinizdə məhkəmə söhbəti, bayraqlı bir yerdə və yaxud da bankdır, dövlət yerlərinin birinə yəni məxsus olan bir işləriniz var və yaxud da iş gözləyirsiniz ki, işə çağırılmaq üçün. Biraz gözləmədə qalacaqsınız, amma yəni yaxşı cavab alacaqsınız. İkinci variantı seçənlərimiz isə dostlar, seçim qarşısındasınız. İstəyir iş barədə, iş qurmaq istəyirəm, seçim qarşısındasınız. Biznes qurmaq istəyirəm, seçim qarşısındasınız. Və yaxud da işinizlə bağlı şərik götürmək istəyirsiniz özünüzə, razılıq verməlisiniz, onu çox götür-qoy edirsiniz, seçim qarşısındasınız. Və yaxud da həyatınız barədə bir seçim qarşısındasınız ki, seçəcəyim insan, iş necə olmalıdır. Bir çoxlarınızda alqı-satqı görürəm, sevinç görürəm, yeni işlər görürəm, bayraqlı bir yerdə alımlar, evlər, torpaqlar və yaxud da maşınlar, alım, satım, xeyirli bir şeylər üçün olacaq, dəyişimlər görürəm. Həyatınızda istədiyiniz kimi bir çoxlarınızda davam edəcəksiniz və gözləyirsiniz ki, bu alım, satım nə zaman başlayacaq, yaxın bir zamanlarda xeyirlisi yaxşı olar. Çox əngəllər görmüşsünüz, bir çoxlarınızda çox əngəllər var həyatınızda, böyük bir əngəllər keçə-keçə gəlmişsiniz, hələ də əngəlləriniz davam edir, çünki yolunuzda bağlılıq var, biləsiniz, böyük bağlılıq var. Və ağlınızdakı insanın sizə addım atmasında da, onun da yolunda bağlılıq var, hal-hazırda istəsə belə addım ata bilmir, çünki çox qürurlanıb bu aralar ona görə. Üzgün görürəm, bir çoxlarınızda çox üzgün görürəm. Sanki hər yerdən ümidinizi kəsmişsiniz kimi, heç bir işiniz alınmır kimi və yaxud da ayrılıqlar da bu arada sanki aləm sizdə qarışıb artıq bir-birinə. Özünüz də bilmirsiniz ki, neyəsiniz, problem üstünə bəzilərinizdə gəlir. Ağlınızdakı insan da sizi gözləmədədir. Bir çoxlarınızda boşanmalar görürəm, bəli, üzücü olaylar, boşanmalar, ayrılıqlar görürəm.
Və ayrılıqdan sonra da üzüntülü görürəm sizi, ağlayaraq, stres yaşayaraq, sinir yaşayaraq problemlisiz hal-hazırda. Baş ağrıları görürəm. Bu aralar göz qızartıları, göz şişmələri, allergiyaları görürəm. Çünki bir çoxlarının gözündə problem var, baş ağrıları və bundan da irəli gələ bilər. Teşekkür edirəm dostlar. Kanalımıza abunə olmağı, paylaşım etməyi və bəyənməyi, kayd etməyi unutmuruq. Özəl baxımlarımız Instagram səhifəmizdə davam edir. Sağ olun.